Hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Sol Kəlbəcəri Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatı və ilin ən yaxşı münasib mükafatı almış Sol Kəlbəcəri bu günlərin qabaqcıl, gözəl bir ailənin qonağı, gözəl bir müəllimənin qonağıyıq. Və biz çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq. Bizdə çoxlu sayda bu kənddə qabaqcıl və nümunə müəllimlərdən bizə adlarını dedilər. O müəllimlərdən birini sizlərə təqdim etmək istəyirəm. Mənim adınız, soyadınız? Əsgərova Tamerla Hüseyin. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışmısınız müəllimə? 42. 42. Demək, Bərdər rayonu Qarağaz kənd tam orta məktəbinin qabaqcıl və nümunə müəllimini sizlərə təqdim elədim. Hansı fən tədris eləmişsiniz müəllimə? Coğrafya. Coğrafya və biologiya. Coğrafya, biologiya. Müəllim, bu qədər ixtisasların içində nəyə görə coğrafyanı, biologiyanı seçdiniz? Mən Yəni, maraq nə oldu? Marağım olmanı ibarətdir ki, təbiəti sevirəm. Çox gözəl. Və bu arada deyim ki, hörmətli izləyicilər, mən ən çox sevdiyim coğrafiya fənni olubdur və ən çox sevdiyim ixtisas istəyirdim ki, coğrafiya müəllimi olam. Amma elə olmadı, jurnalist olduq və sizə öz adınıza sağ ol deyim müəllim. Bu gün 2025-ci ildir, 17 iyun tarixli hörmətli izləyicilərimiz. Müəllim, biz sizə bu gündən sonra ancaq can sağlığı arzu edə bilərik. Bizim arzumuz odur ki, neçə yaşınız var hal-hazırda? 66. Bizim arzumuz odur ki, 66 yox, 70 yaşınızda, 75, 80, 90 yaşınızda gələk sizlə bağlı gözəl çəkilişlər edək. Çox sağ olun. Mən olsam, olmasam bizim əməkdaşlarımız gəlsin, gözəl çəkilişlər eləsin. Elə həmişə də siz gələsiniz. Sizin həyat yoldaşınızın adı nədir? Arif Salmanov. Hansı sahədə çalışırsınız? Kollec qutarıb. Kənd təsərrüfatında. Bəli. Və Arif bəyə də sağ ol deyirik. Çəkilişlərin önündə kamera arxasında bizə qonaqpərvərliyini bildirdi, gözəl ağsaqqal olmağını bildirdi, müəllimə haqqında müəllimə ilə qürur duyduğunu bildirdi və bildirdi ki, müəllimə ilə fəxr eləyir və qürur duyur. Bax, hörmətli izləyicilər, mən həmişə bu söz demişəm, hansısa bir xanım müəllimlərin, yəni qadın müəllimlərin ali məktəbə qəbul olana qədər və o cümlədən də universitetə qəbul olana qədər, işləyənə qədər onların özlərinin və ailələr, yəni atasının, anasının rolu böyükdür. Amma işləyəndən sonra həyatda uğur qazanmaları, səbəbkarları olan həyat yoldaşları, yəni ailə qurandan sonra belə həyat yoldaşları var ki, təhsillərinə qadağa qoyur, işləməklərinə qadağa qoyur. Yəni ona görə sizin həyat yoldaşlarından öz adımdan sağ ol deyirik ki, həqiqətən təhsilə və elmə qiymət verən bir bəy olubdur. Ona görə öz adımızdan dərin təşəkkürümüzü minnətdarlıq. Bəli, əziz izləyicilərimiz, sağ ol deyirik. Və mən biz bilirik ki, övladlarınız da var. Neçə övladınız var? 2. Allah saxlasın. Adları nədir? Vüqar. Vüqar, Ovsi. Allah verdi. Allah verdi. Hər ikisi də analarından qürur duyduğunu bildirdi, analarına fəxr elədiyini bildirdi. Biz də sizə arzu edirik ki, Allah Taala sizləri, siz də yoldaşınız da onların üstünə əksik eləməsin. Və bütün kənd sizdən həm sizi qabaqcıl müəllim kimi tanıyırlar, gözəl ağbirçək kimi tanıyırlar, yoldaşınız da gözəl ağsaqqal kimi tanıyırlar. Mənim də adım Vüsal Kəlbəcər, hər zaman biz sizlərin huzurunda və xidmətindəyik. Təşəkkür edirik, minnətdarıq, çox sağ olun, əzizlər.